Bugün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində zərər çəkmiş şəxs Yaşar Əlməmmədov ifadə verib. O 1956-cı ildə Xocalı şəhərində anadan olduğunu, orada ailəsi ilə birlikdə yaşadığını bildirib. Zərər çəkmiş şəxs 1992-ci il fevralın 25-də Ermənistan ordusunun Xocalıya hücuma keçdiyini, onlara atəşə tutduğunu, çoxlu sayda dinc sakinin həlak olduğunu bildirib. Yaşar Əlməmmədovun sözlərinə görə o fevralın 27-sində əsir götürülüb. Təqsirləndirilən şəxslərdən Madat Babayanı, Bakos Sahakyanı və Arkadi Kukasyanı tanıdığını deyən zərər çəkmiş daha sonra bildirib. Stat: Madat Babayanın dəstəsinin üzvləri şəxsən özü mənə işgəncə verib. Əsir olan vaxt Madat yaxınlaşdı. Mənə sən türksən deyib təpiklədi. Sonra təhqir etdi. Statın sonu. Əlməmmədov 1992-ci il martın 2-sində yaralı vəziyyətdə Azərbaycan tərəfinə qaytarılıb. Qeyd edək ki, Ermənistan hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.